Dünyada insan dili və mürəkkəb simvollar olmadan belə bir-biri ilə tam akademik planlar quran, insan üzlərini illərlə unutmayan və hətta intiqam alan yeganə canlı növü hansıdır? Onlar nə nəhəng şimpanzilər, nə də dənizlərin hakimi delfinlərdir. Bu gün təbiətin ən intellektual və eyni zamanda mistik canlıları olan qarğaların heyranedici idraç qabiliyyətlərini və onların eksperimentlərlə sübut olunmuş zəkası hər kəsə məlumdur. Ornitologiya və koqnitiv biologiya sahəsində aparılan son araşdırmalar göstərir ki, qarğalar sadəcə instinktlərlə hərəkət edən canlılar deyil, onlar problemləri həll etmək, alətlərdən istifadə etmək, mücərrəd konseptləri anlamaq və ən əsası gələcəyi planlaşdırmaq qabiliyyətinə malikdirlər. Elmi ədəbiyyatda Yeni Kaledoniya qarğaları üzərində aparılan araşdırmalar bu canlının zəka səviyyəsinin 7 yaşlı uşaq ilə eyni olduğunu ortaya qoyub. Məşhur bir laboratoriya sınağında qarğanın stəkanın dibindəki suya və onun üzərində üzən qidaya çatması tələb olunurdu. Qarğa ətrafdakı müxtəlif obyektləri analiz etdi. O, yüngül plastik parçalarını deyil, məhz ağır daşları seçərək stəkana atmağa başladı. Bu, quşun Arximed qanununu, yəni suyun sıxışdırılması prinsipini intuitiv olaraq başa düşdüyünü göstərir. Lakin qarğalar bununla da kifayətlənmir. Onlar heyvanlar aləmində meta alətlərdən istifadə edən nadir canlılardandır. Laboratoriyada düz bir tel parçası ilə qidanı çıxara bilməyən qarğa telin ucunu qəsdən əyərək qarmaq formasına salır. Onlar təbiətdə dar ağac dəliklərindən sürfələri çıxarmaq üçün bitki tikanlarını xüsusi bucaq altına keçirirlər. Bu heyvanlar aləmində mücərrəd düşüncənin və mühəndislik qabiliyyətinin ən yüksək zirvəsidir. Qarğaların ən heyrətamiz xüsusiyyətlərindən biri isə onların episodik yaddaşı və sosial intellektidir. Onlar insanları sadəcə ümumi silüet olaraq deyil, üz cizgilərinə görə fərdi şəkildə tanıyırlar. Washington Universitetindən professor John Marsloff'un rəhbərliyi ilə keçirilən elmi araşdırmada tədqiqatçılar qorxulu, eybəcər maskalar geyinərək bəzi qarğaları torla tutub və bir müddət sonra buraxıblar. İllər keçdikdən sonra həmin qarğaların bir qismi qocalıb öldükdən sonra belə eyni elm insanları həmin maskaları geyinib əraziyə qayıtdıqda məkandakı bütün qarğalar həmin üzləri dərhal tanıyıb və aqressiv səslərlə mütəşəkkil hücuma keçiblər. Ən cəlbedici məqam isə həmin hadisəni heç vaxt görməyən, sonradan doğulan gənc qarğalar da maskalı insanlara hücum etmələridir. Bu qarğaların öz aralarında informasiya ötürmə və təhlükəli insan profilini digər nəsillərə ötürmək qabiliyyətinin, yəni spesifik bir mədəniyyətin varlığının qəti sübutudur. Elm dünyası buna şifahi tarix və mədəniyyət ötürməsi deyilir. Bir qarğaya edilən pislik bütün sürü tərəfindən nəsillər boyu unudulmayan bir intiqam ssenarisinə çevrilir. Neyrobiyoloji baxımdan qarğaların beyni bir təkamül möcüzəsidir. Uzun illər boyu biologiya elmində belə bir fərziyyə var idi ki, ali koqnitiv funksiyalar yalnız məməlilərdə tapılan neokorteks adlanan beyin qabığı nəticəsində mümkün olur. Lakin quşlarda neokorteks yoxdur. Bəs onlar bu zəkaya necə sahibdirlər? Mikroskopik araşdırmalardan sonra kəşf olundu ki, qarğaların beynində Nidopallium pallio adlı unikal və inanılmaz dərəcədə sıx neyron sahəsi inkişaf edib. Qarğaların beyin kütləsinin bədən kütləsinə olan nisbəti primatlarla və şimpanzələrlə eyni səviyyədə olması onların niyə bu qədər dahi olduğunu izah edir. Onların neyronları bir-birinə o qədər yaxın və sıx yerləşib ki, informasiya ötürülməsi bəzi məməlilərdən daha sürətlidir. Qarğaların davranışları arasında ən çox mistikaya səbəb olan hadisə onların ölümə verdiyi reaksiyadır. Onlar ölən öz növlərinin ətrafında toplaşaraq qəribə səslər çıxarır və bir növ dəfn mərasimi keçirirlər. İnsanlar əsrlər boyu bunu qarğaların yas tutması və ya ölüm qeyd etməsi kimi yozurdular. Bu ritual əslində emosional bir yas mərasimi deyil, hadisə yeri tədqiqatıdır.
Qarğalar yoldaşlarının niyə öldüyünü, ətrafdakı potensial təhlükəni, gizli zəhəri, yeni bir yırtıcını və ya ovçunu analiz etmək üçün toplaşırlar. Onlar cəsədi və ətrafı bir detektiv kimi diqqətlə müşahidə edərək eyni səhvi təkrarlamamaq üçün dərs çıxarırlar. Əgər bir qarğa müəyyən bir ağacın meyvəsindən zəhərlənib ölübsə, bütün sürü o ağacı qara siyahıya salır. Əgər şəhərlərimizdə hər gün qarşılaşdığımız, bəzən əhəmiyyət vermədiyimiz bu qara quşlar əslində bizi addım-addım izləyən, üzümüzü yadda saxlayan və gələcəyi planlaşdıran subintellektual bir sivilizasiyadırsa, sizcə təbiətdə zəka anlayışının yalnız insan mərkəzli olmasının vurğulanması nə dərəcədə doğrudur? Bəlkə də biz bu planetdə tək dominant zəkalı varlıqlar deyilik. Sadəcə digər sivilizasiyaları görməyəcək qədər təkəbbürlüyük.